İnsanlar səyahəti çox sevir. Bəziləri təyyarə ilə, qatarla, digərləri isə öz avtomobillərində səyahət etməyə üstünlük verirlər. Səyahətin problemsiz keçməsi üçünsə yaxşıca hazırlaşmaq lazımdır. Bunun üçün səyahət edəcəyin ölkənin təbiəti, mədəniyyəti, tarixi haqqında məlumat toplamaq, görməli yerlərini qeyd etmək lazımdır. Bu məkanda yolunu itirib artıq vaxt sərf etməmək üçünsə yollara bələd olmaq mütləqdir. Və bu məqsədlə yerli turistlərlə yanaşı ölkəmizə təşrif buyuracaq turistlərin də səyahətdən zövq almaları və xoş təəssüratlarla ocaqlarına dönmələri üçün elektron bələdçi hazırlanmışdır. GoMap.az Azərbaycanın ilk milli elektron turizm naviqasiya sistemi ilə istənilən məkan 2 addımlığınızda. GoMap.az ünvanını yığmaqla siz Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılmış milli elektron turizm naviqasiya sisteminə daxil ola bilərsiniz. 2008-ci ilin noyabrından başlamış layihənin məqsədi Azərbaycanda turizmin inkişafı naminə ölkənin elektron xəritəsini yaratmaqdır. Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev tərəfindən elan edilmiş turizm ilində elektron xəritə sistemi turistlər və ölkə vətəndaşları üçün bir tövhədir. Dünya standartlarına cavab verən və regionda analoq olmayan elektron xəritə sistemi Transxəzər bölgəsində aparıcı sistem inteqratorlarından biri olan Azərbaycanın Sinam şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmışdır. İnternet səhifəsinin ünvan sətrinə GoMap.az yazmaqla Azərbaycan haqqında istənilən məlumatı əldə edə bilərsiniz. Buradakı məlumatlar axtarışı asanlaşdırmaq üçün müxtəlif formatlarda hazırlanır. Milli elektron turizm naviqasiya sisteminin elektron xəritəsinə 60 mindən artıq maraq nöqtəsi, 70-dən artıq şəhər və qəsəbə üzrə ünvanlar, 4530 yaşayış məntəqəsi, 3300 mədəni tarixi abidə, 650 min bina və tikililər, 37730 kilometr yol, hərəkət qaydaları və yol nişanları daxil olmaqla və s. məlumatlar daxil edilmişdir. Elektron xəritədə bu məlumatlar sxem və ya 3D formatındadır. Mədəni tarixi abidələr üzrə fotolar da elektron xəritədə yerləşdirilmişdir. Azərbaycanın ilk milli elektron turizm naviqasiya sisteminin marşrut bölməsindən keçid etməklə məntəqələr arasında məsafəni ölçmək, ərazi haqqında məlumat vermək və hətta obyekt əlavə etmək olar. Xəritədə analoji müasir sistemdə mövcud olan bütün funksiyonallar öz əksini tapır. Məsələn, Azərbaycanın hər hansı bir nöqtəsindən digər nöqtəsinə getmək üçün marşrut funksiyonalı vardır. A sətrinə hazırda yerləşdiyiniz ünvanı, B sətrinə isə yönəlmək istədiyiniz ünvanı daxil edirik. Bu funksiyonaldan istifadə etmək üçün A sətrinə hazırda yerləşdiyimiz ünvanı, B sətrinə isə yönəlmək istədiyimiz ünvanı daxil edirik. Əyləncəni sevən, vaxtını səmərəli keçirmək istəyənlər daha ətraflı məlumatı elektron xəritəmizin maraq nöqtələri bölməsindən tapa bilərlər. Maraq nöqtələri funksiyonalı, otellər, restoranlar, idman, ticarət obyektləri, avto, kommunikasiya, xidmətlər, nəqliyyat, müəssisələr və turizm üçün maraqlı olan yerləri xəritədə göstərir. Səyahətini paytaxtla yekunlaşdırmaq istəməyən turistlərə ölkə daxili marşrutların xəritəsi də daxil edilib. Xəritəyə ölkəmizin qonaqlarına və vətəndaşlarına xidmət edəcək turist marşrutları da əlavə edilmişdir. Bakı, Abşeron, Cənub, Naxçıvan, Qərb, Qarabağ, Şimal, Şimali-Qərb marşrutları hər bir turist üçün real köməkdir. Bakı metrosunun şəhər xəritəsi üzərindən sxeminin göstərilməsi paytaxtın qonaqlarına daha çox rahatlıq verəcəkdir. İlk milli elektron turizm naviqasiya sistemi dünyanın digər elektron xəritələri ilə müqayisə ediləcək həddə mükəmməl işlən. GoMap.az dünyada mövcud olan digər elektron xəritə sistemləri ilə sinxronizasiya edilə bilər. Azərbaycan, İngilis və Rus dillərində olan elektron xəritə bütün Azərbaycandan hər hansı bir tikli miqyasına qədər 3D formatında bölgülə bilər. Elektron xəritədə həmçinin Google Satellite sistemində olan kosmik fotolar əks etdirilməsi funksiyonallığı da vardır. Azərbaycan Respublikası müstəqil olduqdan sonra bir çox nailiyyətlərə imza atmışdır. Uğur qazanıb. Azərbaycanın ilk milli elektron turizm naviqasiya sistemi yaradılması turizmin inkişafında atılan ən uğurlu addımlardan biridir. İndi istənilən məlumatı əldə etmək üçün sadəcə 2 addımlığımızda olan GoMap.az-a daxil olmaq kifayətdir.